Yuxuda dua etmək çox müsbət və mənəvi dərinliyi olan bir yuxudur. Bu yuxu insanın daxili dünyası, istəkləri, qorxuları və ümidləri ilə bağlı mühüm mesajlar daşıyır. Dua ümumiyyətlə kömək, qorunma, bəlalardan uzaq olma və arzuların qəbul olması üçün edilən bir hərəkətdir. Gəlin, bu yuxunun müxtəlif yozumlarını ətraflı izah edim. 1. Arzuların yerinə yetməsi. Əgər yuxuda dua edirsinizsə, bu o demək ola bilər ki, real həyatda böyük arzularınız və istəkləriniz var. Yuxu sizə ümid verir ki, bu istəkləriniz həyata keçə bilər. Xüsusilə səmimi və istən bir dua edirsinizsə, bu arzularınızın qəbul olacağına işarə ola bilər. 2. Çətinliklərdən qurtulma və yardım axtarmaq. Yuxuda dua etmək bəzən insanın çətin bir vəziyyətdə olduğunu və bu çətinliklərdən çıxış yolu axtardığını göstərə bilər. Siz ya Allaha, ya da həyatınızdakı başqa bir qüvvəyə sığınmağa çalışırsınız. Bu yuxu sizə çətinliklər qarşısında səbirli olmağı və ümidinizi itirməməyi tövsiyə edir. 3. Günahlardan təmizlənmək və tövbə. Əgər yuxuda peşmanlıq hissi ilə dua edirsinizsə, bu, real həyatda etdiyiniz bir səhv və ya günahla bağlı vicdan əzabı çəkdiyinizi göstərə bilər. Yuxu sizə tövbə etməyi, səhvlərinizdən dərs çıxarmağı və mənəvi təmizlənməyə ehtiyac duyduğunuzu bildirir. 4. Qorunma və xoşbəxtlik. Bəzi yuxu yozucularına görə, dua etmək insanın düşmənlərdən, pis niyyətli insanlardan və mənfi enerjidən qorunduğunu göstərir. Əgər yuxuda dua edərkən özünüzü rahat və xoşbəxt hiss edirsinizsə, bu, real həyatda da qorunduğunuzu və hər şeyin yaxşı olacağını bildirir. 5. Daxili sülh və rahatlıq. Yuxuda dua etmək bəzən insanın daxili rahatlıq axtardığını və ruhi sakitliyə ehtiyacı olduğunu göstərir. Əgər yuxuda dua etdikdən sonra rahatlıq hiss edirsinizsə, bu, gerçək həyatda da iç dünyanızda sülh tapacağınıza işarədir. 6. Əhəmiyyətli bir xəbər və ya yenilik. Bəzi yuxu yozmalarına görə, dua etmək mühüm bir xəbər almağa və ya həyatınızda yeni bir mərhələyə keçməyə işarə edə bilər. Bu xəbər sizin həyatınızı müsbət istiqamətdə dəyişə bilər. 7. Dua edərkən ağlamaq. Əgər yuxuda dua edərkən ağlayırsınızsa, bu, dualarınızın qəbul olunacağına və gözlənilməz bir xoşbəxtlik yaşayacağınıza işarədir. Bu yuxu həm də sizin ürəyinizdə saxladığınız dərdlərin və həsrətlərin Allah tərəfindən eşidildiyini və rahatlıq tapacağınızı bildirir. 8. Başqası üçün dua etmək. Əgər yuxuda başqası üçün dua edirsinizsə, bu, sizin mərhəmətli və yardımsevər bir insan olduğunuzu göstərir. Eyni zamanda, real həyatda da sizə edilən duaların təsirini görə bilərsiniz. 9. Dua edərkən qorxu hiss etmək. Əgər yuxuda dua edərkən qorxu hiss edirsinizsə, bu, həyatınızdakı bəzi qeyri-müəyyənliklər və narahatlıqlar barədə xəbərdarlıq ola bilər. Bu yuxu sizə diqqətli olmağı və mənəvi olaraq güclənməyi tövsiyə edir. 10. Yerdə və ya məsciddə dua etmək. Əgər yuxuda məsciddə dua edirsinizsə, bu, mənəvi olaraq güclənməyə və ruhən rahatlıq tapmağa işarədir. Evdə dua etmək isə ailə üzvləriniz və şəxsi həyatınızla bağlı müsbət hadisələrin baş verəcəyini göstərə bilər. Qaranlıq bir yerdə dua etmək isə qorxu və narahatlığın tezliklə yox olacağına işarə ola bilər. Nəticə, yuxuda dua etmək, adətən, müsbət mənalar daşıyan bir yuxudur. Bu yuxu insanın ruhən və mənən təmizlənməsinə, qorunmasına, çətinliklərin həll olunmasına və istəklərinin həyata keçməsinə işarə edə bilər. Əgər siz bu cür yuxular görürsünüzsə, daxili dünyanıza diqqət yetirin, pozitiv düşünün və həyatınızda doğru istiqamətləri seçməyə çalışın. Belə videoların davamı üçün kanala abunə olmağı unutmayın.